Bu cənab prezident İlham Əliyev necə pey sərgədədə? Ay İlham Əliyev, özün çıxıb öz soska gəlinini müdafiə edə bilmirsən? Niyə blogerləri, o yaltaq blogerləri, dötə girən blogerləri danışdırırsan? Həmin o yaltaq blogerciklərə tapşırıq veriblər ki, Alona Əliyevanın üstündə olan o ləkəni təmizləsinlər. İndi çoxları mənə deyir ki, Mehman, bu blogerciklərə də cavab ver də. Onlara nə cavab verim? Onlar bədbaxt adamlardır. Yadda saxlayın. Şərəfini itirmiş, yaltaqlıq eləyən, diktatora baş əyən, qul kimi özünü aparan, üzəduranlıq eləyən, cındırlıq eləyən hər bir şəxs bədbaxtdır. Aydındır? Bax, həmin o blogerciklər də bədbaxt insanlardır. Onlara məcbur ediblər ki, yaltaqlanın, girənlik edin. Həmin o blogerciklər niyə o vaxt soxublar içinə? Bilirsiniz ha vaxt? İlham Əliyev qadın jurnalistlərimizi həbs eləyib, türməyə göndərib. Niyə o vaxt susublar? Bax, o yaltaqların videolarının altında, şərhlərdə yazın da. Bəs niyə qadın jurnalistləri İlham Əliyev şərləyəndə soxmuşdunuz içinizə? Çünki siz yaltaqsınız. Çünki siz şərəfinizi pula satıbsınız, alçaqsınız, bir qeyrətsiniz.